Salamlar dostlar, videoya xoş geldiniz. Bugünkü videomuzda yeni sezona keçdik. Yeni sezon, qəşəng sezonlu bir dənə sandığımız var. Siz hamınızda gördüyünüz kimi qanimet falan fulldür. Keçən aydan yığılan bonuslar gəldi. Qəşəng qanimetimiz var. Bəzi yüksəltmələrimizi eləyib, bir-iki dənə də alev top saldırılar eləyəcəm. Alev top ordumuz bu şəkildədir. Qəşəng bir ordudur. Hayvan baranağını basaq. 25 milyon buradan getdi. Laboratuvardan bu totem büyüsünü yüksəldəcəm. Totem büyüsü çox geridə qalmasın. Qanimetimiz gördüyünüz kimi əridi. Hələ bizim klan kalesində də qanimetimiz var və daha azı da belediyə binasında da altın ürünümüz var. Yəni bir-iki dənə də divar basa bilərik. Buradan mən kızartıcıdır, fırındır bu əslində, yəni köydən gəlib çalıbdılar. Mən bunu yüksəltmək istəyirəm, yüksəldir. Aha. Barbar kralımı yüksəldim. 11.000 canı olsun da, yəni hə. 11.000 canı olsun. Buradan kitabla bitirək. Biraz qanimet istifadə edə bildik. Duvar o 10 milyon biraz zərərdəyik kimi. Bir dənə də basaq. Bir dənə də basaq. 7 milyonumuz qaldı. Bir dənə saldırı eləyək. Qanimetimiz artsın. Ben biraz tryhard oynadığım üçün danışmayacağım. Tamam kardeşim. Bax, alev topunu bura atsaq da olar. Olar. Və yaxud da bura. Buradan koruyucunu atdıq. Şifacılar, fırınları da ataq. Hızlı bir şəkildə təmizlik eləsin. Pis yerə getdin, koruyucu pis yerə getdin. 2 dənə kəllə avcısı satdım. Ora ejdər dükünü ala bilmək üçün biraz sürətli hərəkət eləməliyik. 30 saniyə sonra saldırıya mütləq şəkildə başlamalıyam. Burada donduracağam. Bismillah eləyək, görək hara gedəcək. Yəni istədiyim kimi getdi. İnşallah cəhənnəm kulələrinə tuttura bilmədim. Bu biraz pis oldu. Hətta çox pis oldu. Buradan bir dənə duvar yıxacağım. O duvar yıxadı, nəsə pis yerlərə getdi. Oradan saldırımıza başlayaq. Bu şəkildə atdım tomruğu. Koruyucuya da tez-tez baxaq. Buradan roket balonlar atıram ki mayınları tətikləsin. Mayınların tetikləməsi ilə bərabər də şey olacaq. Biz yəni rahatlıqla qış fazlarımız yaşayacaq. Şifacıların ölməməsi üçün tez bura bir dənə totem büyüsü, koruyucunu son anda qurtardıq. Totem büyüsü ilə. Burada öfkə büyüsü atacaq. Biraz irəliləsinlər. Bura bir dənə totem büyüsü. Onları cəhənnəm kulelərinin yaşamağı pis oldu. Oraya yəni deprem biraz pis atdığım. Və yaxdan yəni sərf eləmir heç bir şey. Kraliçəyə mi odaqlandın, yoxsa buzul morsadır hələ ki? Buzul morsu öldürə bilərik, yəni problem olmaz. Buradan bir dənə görünməzlik. Buradan şampiyonu da attım üst tərəfdən. Kralın özəlliyi də qalır. Buradan kralın bir dənə özəlliyi aktif olsun. Öz-özünə aktif oldu. Kraliçəyə bir dənə öfkə ataq. Totem büyüsü bura. Yəni 3 ulduzdur. Hələ roket balonlarımız da qalır. 3 ulduz. Təmizliklərə də, təmizlik askerlərini də ataq. Burası 3 yıldız. Rahat bir şəkildə. Aynen. Sıradakı saldırımıza keçdik. Bu düzəni bilirəm. Bu düzən biraz çətin məsələdir. Burada hara ata bilərik? Ya da buradan saldıran belediyə binası qalsın. Yəni çox adam belediyə binası muhtemelen alardı. Biraz sürətli şəkildə irəliləyə bilsəydik, yəni sürədən vaxtdan gedə bilər. Ondan narahatam. Düzdür. Alev topun onda basmayaq hələ ki. Çünki burada alev topu baslası bir şey də yoxdur da, yəni. Ona görə alev topun basmayaq. Bura bir dənə totem büyüsü ataq, yoxsa koruyucumuz mefta olacaq. Alev topun hara ata bilər ki? Hələ də onu fikirləşirəm, qərar verə bilmədim. Yəni onda alev topun basmıram. Buradan saldıracaqdım ama.
Ayda, nəsə alındıranmadım. Yaxına atsam. Sekən tapa görə nəysə mən saldırıma keçim buradan. Alındıranmadım olsun. Çox şey oldu belə. Alınmadı. Çox pis oldu. Koruyucunun özelliğini burada atacağım. Ha, indi. Ora ata bilərəm də. Yəni, koruyucunun sırf özelliğine görə bu hallara gəldik. Buradan bebek ejder. Buradan şampiyonu ataq. O bir şey olmaz, ölmüyor. Yəni, görünməzlik içine girdi. Kəllə avcılarını ataq. Orada təmizlik askerlərlə alarıq oraları. Deməli, bura bir dənə duvar yıxıcı, bura bir dənə öfkə ataq. İnşallah ölməzsən deyəcəydim. Nə qalıb ki köydə, nə qalıbdı? Bir təhər buradan temizlik askerlərinin hamısını atsaq. Yox, yok etdi o. Muhtemelen orada alev topunu doğru şəkildə ata bilmədim deyə oldu. Neyse, bizə nəzər dəydi. Aha, burada yəni dəqiqliklə büyük kulesinə ata bilərik. Amma hardan başlayaq da? Ona da qərar vermək lazımdır. Orada mənə bir nəfər izləyirdi. 100% orada mənə nəzər dəydi. Bura bir dənə zehir ataq. Orada kəllə avcıları məhv edəcək. 10 saniye sonra saldırıya başlamalıyıq. Niye 10 saniye? Niye? Diğer günde. Buradan totem büyüsü attım, yoksa öləcəkdi. Deməli, buradan bebek ejder, duvar yıxıcı, mayın tətikləmək üçün roket balonlar, totem büyüsü bir dənə də, roket balonlarla dəstək. Aha, koruyucuya da arada sırada baxırıq. Buradan şampiyonu ataq. Şampiyon oraları təmizlə. Oradan bir dənə bebek ejder də attım. Öfke büyüsü buradan atmalıyıq. Bura bir dənə roket balon. Bir dənə roket balon. Temizlik askerlərini buradan ataq. 2 dənə minyon. Bura bir dənə roket balon atsaq. Bəs eləyər muhtemelen. Totem büyüsü ataq ora bir dənə. Buralara temizlik askerləri. Kəllə avcılarını işlətməyi unutmuşam. Yenə temizlik olarak atdıq. Bir şey dəyişməz. 3 yıldızdır yəqin ki. Kraliçemiz də yaşayır. 40 saniye bura garanti 3 yıldızdır. Məsələn belə köylər çox qəşəngdir. Mən belə köyləri çox sevirəm. Buradan girək klan kalesini alaq yəni. Qəşəng zehirlik, amma zehri biraz pis yerə attım. Zehirdən qaçmağa çalışdı elektro orada. Öfke büyüsü atacağım sürətli bir şəkildə. Elektro koruyucu orada daha doğrusu iş görsün. Roket balonlarla buralardan dəstək verək.
Teslanı almaq istəyirəm. Biz hara atacaqdıq? Çalavcılarla sürətli bir şəkildə alaq dedim ama hayda gecikdik, çox gecikdik. Sürətli olmalıyıq biraz. Hara gedəcəksən? Təxmin eləmişdim ora gedəcəyin. Bura atabilsək çox qəşəng olardı. Ne, zehir kulesine atmağa çalışacağım. Yəni o alınır bəlkə. Çox roket balon işlətdim. Burada 2 dənə roket balon. Qəşəng. Biraz da sürətli ilerləyə bilsəydik. Yəni hesablamaq da lazımdır. Aha, mən hesabladım. Al onu da. Ne olar? Düşündüyüm yerə get. Çox gözəl. Klan kalesini de ala bilərdik yəni. Klan kalesini. O fırınlar yeterli olmur. Hara gedəcəksən çox önəmlidir. Hara gedəcəyin çox önəmlidir. Tez ol day. Aha, onda biz buradan saldıraq. Kraliçenin özelliğini biraz tez basıram. Öfke attım. Koruyucu yine öldü. Koruyucu niye ölür? Bilinmir. Bir dənə zehir ataq. Yoxsa barbar kral çox əsəbləşəcək. Bir dənə totem büyüsü. Hiç olmasa biraz yaşasın. Bir gram, bir milim. Canlısını ve bu sürət şeylə olduq. Buralara biraz təmizlik askerleri lazımdır. 3 tane balon attım onu alaq diye. Biraz zorlasaq 3 yıldız gələr. Öfke attım. Üç yıldızlı deyəsən orada koruyucunun ölməyə də bir ziyan olmadı. Çünki koruyucu ilə yəni lazım olan işi görmüşdük. Koruyucu yəni koruyucu bir şey qalmamışdı daha doğrusu. Ne oldu orada? Kazıcı orada duvara vurdu. Duvarı sərsemlətdi. Nə tər olara? Yəqin barbar krala görədir. Nəysə. Biz buradan bir dənə də duvar basıb altın rününü alırıq. Altın rünü kullandıq. 29 milyon tam tuttu. Ganimetimiz 0 olacaq. Sıfırlandı. Bugünlük videomuz bu kadar olsun. Videonun dəqiqəsi 20 dəqiqə oldu. Yəni o 20 dəqiqə montaj edəcəm. Təbii ki də azaldacağım. Bir 15 dəqiqə 10 dəqiqə arasına qədər salmağa çalışacağım. Bugünlük videomuz bu kadar olsun. Sonraki videoda görüşmək üzrə deyək. Az videolar atıram bilirəm. Yəni ailə evində video çəkmək çox çətin məsələdir. Tək başıma yaşasaydım məsəl üçün hər gün video çəkərdim. Sağ olun.